Hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Kanalımda, evimdə və yeni bir vloqumda xoş gördüm hər birinizi. Necəsizlərim? İnşallah hər biriniz yaxşısınız. Tək yaxşı olun. Mən də şükürlər olsun. Yaxşıyam. Yeni bir vlog başlatmışam sizin için. İnşallah ki sona qədər sevərək, bəyənərək izləyəcəyiniz bir vlog olar. Düzdür, yenə də gecikmiş bir vlog sayılır. Çünkü çoktan çektiğim videolardı. Yani bir günde çektiğim hamısı videolardı. Yığdım bir araya bir vlog hazırladım sizin için. Biraz karışık vlog olacak. Yani elimden geldiği kadar çalışmışam maraqlı bir vlog alındırım. Hem alışveriş de var bu videoda hem de videonun sona kadar izləsəz. Sonda yenilik var. Çok şirin bir yenilik var. Onu da görmüş olacaksınız. Ve buyurun izleyin. Size hoş izləmələr. Bu arada kızlar, xatırlatmaq istəyirəm ki, elə videonu izləyərkən dəstək olmağı da unutmayın. Hər əninizdən bir like, bir yorum gözləyirəm və təbii ki də abunə deyilsinizsə də abunə olsanız çox sevinərəm. Bilirsiniz ki, bu mənim üçün çox önəmlidir. Bu sizin dəstəyiniz mənim kanalımın aktivliyinə böyük təsiri var. Və ümid edirəm ki, hər biriniz bir dəstək olacaqsınız. Bilirəm qızlar, hər dəfə deyib sizi də bezdirirəm, amma bunu məcburam tez-tez xatırlatma. Ola bilər ki, unudarsınız falan. Ona görə tez-tez xatırlatma edirəm ki, yəni hər kəs kimi də, hər bir kanal sahibi kimi mən də istəyirəm ki, kanalım irəli getsin. Amma təəssüf ki, bu aralar nəsə kanalımın başı bəlalıdır. İrəli getməkdənsə geriliyir. İnşallah ki, yaxşı olar. Siz yenə də dəstəyinizə əsirgəlməyin qızlar. Görək nə olur bu kanalın axırı. Hətta keçən vlogda da hətta hər birinizdən yenə də dəstək bir növ kömək çağırışı etmişdim. Sağ olun. Geçən yorumlar yazdınız, fikirlər bildirdiniz. Hər birinizin fikrinə çox gözəl, yəni hörmətlə yanaşıram. Like da yaxşı gəldi, amma izləmə olduğundan həmişəkindən daha da aşağı oldu. Bilmirəm bu nə dərddir, nə bəladır düşmüşəm mən. Neysə, yaxşı olar inşallah. O qədər də çalışıram özümü çox da ruhdan salmayım. Bəlkə də müvəqqəti bir çətinlikdir. İnşallah hamımız bir yerdə çıxarıq bu çətinlikdən. İnan ki qızlar, kanalın belə olmasına o qədər həvəsdən düşmüşdüm ki, elə istəyirdim hətta yəni kanalı da bağlayım, belə hər şeyin başını buraxım deyim, bəsdir. Yəni belə olmaqdansa heç olmamağı yaxşıdır. Yəni özümdə o şey tamamilə ümidimi kəsmişdim də bir sözlə, amma keçən vlogun altında o gözəl sözləriniz, o ümid verici sözlərinizi oxuyub yenə də ilhamlandım. Həqiqətən də hər biri o qədər gözəl xoş sözlər yazmışdınız ki, belə motivasiya aldım da dedim yox, lap belə nə olur olsun yenə də davam edəcəm. İstərsə lap azalsın izləmə sayı, heç belə aktivlik tamamilə düşsün, yenə də davam edəcəm. Çünki məni sizin kimi sevən bacılarım, məni sizin kimi izləyən əziz bacılarım var. Sizin gözünüzü yolda qoymayacağam. Öpürəm qızlar sizə. Və belə qızlar, yeməyimi gördüyünüz kimi pişirdim. İndi isə yoldaşımla gedirik kargomu götürməyə və oradan da yəni yoldaşım dedi istəyirsən mən gedim götürüm. Sonra fikirləşdim ki, fabrikdən də sifarişlərim var idi. Onu da götürməliyəm. Ona görə də özüm getməli oldum. Çünki başqa sifarişlərim də olacaqdı. Yəni bunu götürüb başqa sifarişlər verəcəydim. Ona görə dedim özüm gedim. Öncə getdik kargodan. Yoldaşım girdi götürdü kargonu. Kiçik bir kargom gəlmişdi. Yəni çoxdur kargolarım. Hardasa bir 10'da nəyə qədər kargom var. Yolda da hərəm. Onlar da gəldikcə bir sizinlə paylaşacağım. Və bu da tam da vaxtında gəlib çatıb bu kargomda. Burada yoldaşıma hədiyyə almışdım. Evdə açacağım, sizə göstərəcəm nə aldığımı. Yoldaşımın iyun ayının 7'si doğum günü idi. Onun üçün hədiyyə almışam. Və burada hardasa 2 gün əvvəldən gəlmişdi. Gəlib çatdı tam vaxtına. Və fabrikdən də yenə də onun üçün bir hədiyyə sifariş vermişdim. Ona görə də getdim. Hamısını götürdüm, gəldim. Belə gəlmişkən də sizə göstərim nə almışam. Və elə qaydanda yoldan düşdüm. Marketdən bir-iki alınacaq da var idi. Onları da aldım, gəldim. Çörək idi, toyuq idi falan belə bir-iki ev için lazım olanlar. Bir də 4-5 dənə də qoğal götürdüm ki, uşaqlar, yəni biz də bilirsiniz demişəm dəfələrlə günorta dururlar. Burada da hələ günortadır, hələ yatıblar. Çünki axşam smeni işləyirlər.
Deməli, duranda şirin çayla qoğal yeyərlər. Çünki duran kimi yağlı yemək yeyə bilmirlər. Səhər yeməyi yeyirlər. Elə onun üçün aldım və dedim elə karbomu da açım. Göstərim sizə yoldaşım üçün nə almışam. Karqom belə 3-4 məhsuldan ibarətdir. Dediyim kimi kiçik bir karqodur. Onlardan ikisi belə tablo almışam mətbəxi üçün. Keçən vlogda demişdim, küncdə bir dəyişiklik etmək istəyirəm. Onun üçün aldım ki, orada yeniliyim. Belə bilirsiniz, orada məndə ağ-qara tonlarındadır. Gözümü demək olar ki, yorub. Düzdür, gözəl görsənir, belə Pinterest tərzindədir, amma istəyirəm belə biraz dəyişim, daha rəngarəng olsun, yay ərəfəsidir, baxanda gözüm açılsın, görə də dedim belə rəngli bir şeylər olsun. Və elə bu tabloları da həmən o dediyim kofe köşəsində istifadə edəcəm. Çox qəşəng belə taxta üzərində çəkilmiş belə şəkildir. Düzdür, bundan öncəkini daha çox bəyəndim, onu da Trendyoldan almışdım. Dəyişiklik edəndə göstərəcəm onu da. O da kofe köşəsi üçün olan tablolardır. Onun keyfiyyəti daha keyfiyyətlidir. Bu da yəni pis deyil də, yəni bəyəndim demək olar ki. Daha sonra belə bir cüzdan sifariş etmişdim özümə. İnanın ki, bunun yolunu elə səbirsizlikdən gözləyirdim ki, yəni çox bəyənərək almışdım da, amma məyus oldum açanda. Elə burada da görəcəksiniz, açanda baxdım ki, knopkası xarabdır, qopdu, qaldı yerində. Heç cürdə yoldaşıma da göstərdim. Yəni düzələsi bir şey deyil də. Ona görə də bunu qaytardım. Amma ki, çox qəşəngdir də. Həm keyfiyyət olaraq indi knopkası defekt çıxmağına baxmayaraq cüzdan özü çox keyfiyyətlidir. Bir neçə yerindən belə cibləri, yerləri var, kart qoymaq üçün, pul qoymaq üçün. Yəni bunu ona görə istədim ki, digər cüzdanlarımda zamoklu yer yox idi. Qəpik falan xırda-xırış yığmaq üçün. Bunu ona görə qoydum ki, zamoklu yeri də olsun. Hətta görəcəksiniz, qıraqlarında zamok yerləri var hər yerdən. Burada bir yeri var. Yəni 3 zamok yerləri var. Amma heyf ki, təəssüf ki, defekt çıxdı. Qaytarmalı oldum. İstədim təzədən yenə bundan bir başqasını sifariş edim, amma fikirləşdim ki, indi əgər bu belə hələ heç istifadə edilməmiş knopkası xarab olubsa, çox güman ki, aldığımı da yəni 2-3 dəfədən sonra knopkası xarab olacaq, ona görə də qaytardım, daha da sifariş etmədim. Çox təəssüf edərək qaytardım. Qiyməti də ucuz deyil idi, birinci mağazadan sifariş vermişdim, amma neysə. Qismət deyilmiş, qaytardım. Və yoldaşım üçün də aldığım belə bir köynəkdir doğum gününə. İnanın, o qədər gözəldir qızlar. Yəni, kodunu qoyacağım hər bir məhsulun burada. Çox bəyəndim də, keyfiyyətini də, rəngini də, belə çox şıq görsənirdi. Rəngini də, bu aralar bu rəng üçün bayılıram. Bu zeytun yaşılı deyirlər, neysə bu rəngi çox sevirəm axır vaxtlar. Və yoldaşım üçün əlavə olaraq belə kişilər üçün adam bilmir də nə hədiyyə etsin. Ona görə də corab da götürdüm. Bir kofta, bir corab, bir də ətir dedim elə. Yəni hədiyyəm bundan ibarət oldu da. Onunki bambu corabdır, bir koftadır, bir də Faberlic'dən Lancelot White bu ətri götürdüm. Çox bəyəndim onun da ətrini. Burada açıram paketini, dedim sizə göstərim. İç görünüşünü də ona görə açdım, amma daha sonra paketlədim. Hamısını bir paketə yığdım, hədiyyələrini yoldaşıma təqdim elədim. Köynək kakraz razmerini oldu, çox bəyəndi. Ətrini də iyini çox bəyəndi. Yəni ürəyici oldu hədiyyələri bir sözlə. Və yəni ad günü qeyd etmədik qızların, yəni ad günü vlogu olmayacaq. Sadəcə olaraq elə hədiyyələrimi təqdim elədik. Bir də tort aldıq. Da demişəm belə ad gün qeyd etməyi biraz yığışdırmışam. Ancaq belə yəni tort, hədiyyə falan olacaq, amma daha süfrə falan dedim açmayacağım. Artıq bir şeydir. Və daha sonra qızlar belə Faberlic'dən bir iki şey də almışdım.
bir antiperspirantdır qadınlar üçün. Daha sonra bir də belə yağ çözücülər hər iki cürəsindən aldım. Bunu keçən dəfə yadınıza gəlirsə göstərmişdim. Çox bəyəndim bunu ilk dəfə alanda. Bu artıq ikinci dəfədə alıram. Çox bəyəndiyimə görə, yəni təkrar yenə aldım. Bir də o birisi də yəni həmişə aldığım bir yağ çözücüdür. Yəni ikisi də universal bir şeydir. Çox bəyənirəm onların keyfiyyətini. Və bir də 3 dənə maska almışam. Parça maskadır. İki əvvəl göstərdiyim maska, biri nəmləndiricidir, biri kollagen maskasıdır, möhkəmləndirici. Və sonda göstərdiyim isə vitamin maskasıdır. Və hərdən bir bilirsiniz, keyfimə düşəndə üz qulluq edirəm özümə. Və bir də belə 2 dənə sos balzam, dodaq balzamı sifariş etmişəm. Yaşıl və qırmızı. Yaşıl sadəcə nəmləndirmək üçündür. Qırmızı isə çatlamış, qurumuş dodaqları bərpa edir. Yəni bir növ müalicəvi sayılır da. Məndə də nə bəladısa qızlar, qış, yay fərqi yoxdur. Dodağım tez-tez quruyur deyə balzam çox istifadə edirəm. Ona görə də alıram tez-tez balzam ki, qurulama olmasın. Düzdür, qurulama adətən deyirlər ki, bədəndə nəmliyin az olmasından var. Ona görə də suyu çox içmək lazımdır. Ümumiyyətcə dəridə quruluq olursa, bol su içmək lazımdır. Mənim də su içməklə heç aram yoxdur. Ona görə də demək olar belə müalicəvi bir şeylər eləyim ki, dodaqda quruma, çatlama falan olmasın. Və evdə hələ ki istifadə etdiyim var. O da Faberlic'dəndir. Onu bitirəndən sonra keçərəm bunlara. Yəni nəmləndirici balzamlarım çoxdur. Amma təsir edənlər bunlardır. Faberlic'dən aldıqlarım təsirini görürəm. Ona görə də çalışıram ki, Faberlic'dən alım. Onu belə Temu'dan falan da aldıqlarım olur. Və ən əsaslı qızlar vazelin də qəşəng kömək edir. Yəni heç krem yoxsa da, yəni vazelin də vurmaq olar. Və bir də belə bir şey almışam qızlar. Bu o qədər gözəl bir şeydir. Belə universal bir şeydir də. Saç müalicəsinin bir nömrəli vasitəsidir deyərdim. Bu spreyin qızlar əsas funksiyası, yəni nə deyirlər ona Azərbaycanca, termozaşita. Yəni istidən qoruyur da saçları belə həm fenləyəndə, həm ümumiyyətcə çölə çıxanda günəşdən, günəş şüalarından, yanmaqdan qoruyur. Yəni bu vasitə bir çox funksiyanı özündə daşıyır. Məsələn, həm keratin tərkiblidir. Məsələn, nəm saça çəkdiniz, fenlədiniz, büppədüz olur saç. Parlaqlıq verir, zədələnmiş saçları bərpa edir. Daha sonra qırılmanın, elektrikləşmənin qarşısını alır. Bir sözlə qızlar, çox gözəl saça qulluq vasitəsidir. Yəni almağa dəyər dediyimiz bir vasitələrdəndir. Və bu vasitəni qızlar, onu da deyim ki, təmiz saça istifadə olunur. Yəni spreyi vurduqdan sonra yumağa falan ehtiyac yoxdur da. Məsələn, saçınızı yudunuz, belə alanəm olanda spreyi vurursunuz. Diblərinə yox da, saçınızın yuxarısından aşağıya doğru, əsas da uclarına vurursunuz. Belə, yəni istifadə qaydası belədir. Və daha sonra qızlar, evdən də belə bir paket tapdım. Yəni yaxşı paketlər ya böyük idi, ya balaca, uyğun olan paket bir bu idi. Dedim elə bunun içinə yerləşdirim. Və yerləşdirdim, elə axşamı təqdim elədim. Dediyim kimi ad gün falan qeyd etmədik qızlar. Elə axşam oğlum, burada da video qoyacağım, qısa bir video. Axşam saat 12-dən sonra tortu aldı, oğlum gətirdi, qəşəng yandırdıq. Elə yatmışdı hətta. Tez oyandığına görə tez yatır. Saat 12-də artıq yatmış olur. Və elə apardıq, şamını söndürdü. Yuxudan oyatdıq, şamını söndürdü. Bu da bizim ad günümüz. Belə, yəni qeyd etdik. Düzdür, ad günü keçdiyinə görə artıq ürəyimdən keçən arzu diləklərimi çatdırmışam özünə şəxsən. Bir tək burada onu deyəcəm ki, Allah səni başımızın üstündən əskiy eləməsin, evimizdən əskiy olmayasan, daim var olasan, sağlam olasan inşallah. Belə, burada da qızlar güllərimi göstərirəm sizə, gözəl, göyçək, sarı çiçəklərimi. Qonşum gətirmişdi bunlar da mənə. Sağ olsun, onların həyətində yetişir. Bilir, sarı rəng xəstəsiyəm deyə mənə sarı çiçəklər gətirib. Elə mən də onları yerləşdirdim. O gördünüz də ürək
güldanı, onu da Temu'dan almışam. Çox sevərək istifadə edirəm. Çox gözəl görünüşü var. Və belə qoydum içinə. Gözümün önündə qoydum ki, baxım tez-tez gözüm sevinsin, gönlüm sevinsin. Və özümə bir çay süzdüm. Bu gözəllikləri seyr edərək çayımı da içdim. Daha sonra işlərimə davam etdim. Amma qızlar, buradan sonra daha heç nə çəkmədim. Bir tək həmən gündən də, yəni heç nə çəkmədim. Bir tək o videonun əvvəlində dedim, sizə yenilik var. Şirin, minnoş, şəkərli şeylər var, onu çəkmişəm. Və baxaq görək nədir bu yenilik. Bəli, bəli qızlar, mən nənə olmuşam nəhayət ki. Nə az, nə çox, 6 dənə nəvəm olub. Maylomuzun balaları olub. 7 dənə balası olmuşdu qızlar. Biri öldü, 6-sı qalıb. Və yəni təzə doğulanda çəkməmişdim, amma bu biraz ki özlərinə gəliblər, əmələ gəliblər. Şirin vaxtlarını dedim çəkim göstərim sizə. İnanın ki, o qədər şəkərdilər, o qədər şirindilər. Baxdıqca doymuram da mən bunlara. Hər rəngdə, hər sortda, hər fasonda var da naxışları. Bir-bir də burada çəkirəm hamısını. Çox qəribə bir şeydir ki, ataları ağappaqdır da, ağ bir itdir. Bu itlər niyə hərəsi bu bir sortda olub? Belə, əsas da bu it, fikir verin, bir tərəfi eynən atasıdır da sifəti, bir tərəfi anasının sifətinə oxşayır da. Bizdə də Maylanın gözü sürməlidir. Buna qoca deyirəm. Qoca kişiyə oxşayır. Bir tərəfi Maylo kimi sürməlidir gözü, bir tərəfi ağappaq, belə eyni atasıdır da. Bu da qara, nə əlaqə, ata ağ, ana sarı, bu qara nə əlaqə, onu da bilmədim. Neysə belə, gəlmizdir. Artıq yeməyə keçiblər, yemək yeyirlər. Maşallah olsun, doyub dolanmaq bilmirlər. Yoldaşım da dilə gəlib. Mən bunlara yemək çatdırmıram. Ondan da əlavə qızlar həyəti bir günə qoyublar. Bir günə bunları neyəcək heç bilmirik. Amma balacadırlar da deyə adamın ürəyi də gəlmir ki, nəsə aparıb harasa versin, nəsə eləsin. Amma belə də olmur, çünki baxmaq olmur da, həqiqətən də balaca da həyətdir, baxmaq olmur. İndi aqibəti nə olacaqsa onu çəkəcəm sizin üçün. Hələ ki buradadılar. Deyirəm qurban olum yaradana, hər şeyin balacasını şirin necə yaradır da, şirin, şəkər olurlar. Balaca olanda böyüyəndən sonra şirinlikləri gedir. Bütün günü də dalaşırlar, səsləri götürür, hürməkləri də balaca səslə hürməklərini görəsiz hələ. Elə bunlara baxıram, stresimi atıram. Elə çıxmışam, yenə də həyətdə oturdum, dedim sizin üçün də çəkim bu yeniliyi Maylomuzun. Düzdür, indi bilmirəm nə olacaq bunların axırı, çünki həqiqətən də çətindir baxmaq. Yenə cinsi olsa dərd yara, amma bu küçə itidir də bunları neyəsən, satmaq olmur, atmaq olmur. Axır neysə olsa da sizinlə də bölüşəcəm qızlar. Belə də analar da bezib əllərindən, inanın ki, günü yoxdur da bu qızın bunların əlindən. Neysə, belə qızlar, videomun axırında belə şirin, şəkər şeylərlə bitirmək istədim və elə burada da videom sona çatdı. Dedim sağollaşım sizinlə. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm, mənim əziz bacılarım. Öpürəm hər birinizi. Növbəti vlogda görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.